Onun üçün, qardaşlarım, insan bilməlidir ki, xoşbəxtçiliyin ünvanı var. Xoşbəxtçiliyin ünvanı var. Ünvanı, insan gedib bir mənzilə çatmaq istəyirsə, ünvanı, adresi biləndən soruşmalıdır. Hara gedəcəyini, necə gedəcəyini. Bəzi insanlar elə düşünür ki, dünya həyatında ailə xoşbəxtçiliyi maldadır. Bəziləri elə bilir saraydadır, bəziləri elə bilir bahalı minişlərdədir, maşınlardadır. Lakin vallahi Allahın dininə insan baxdığı zaman görər ki, xoşbəxtçiliyin ünvanı təqvadadır. Gözəl bir şəkildə əxlaqlı olmaqdadır. Doğru düzgün qəlbin qarşı tərəfi sevməsindədir, mərhəmətdədir, xeyr üzərində yardımlaşmaqdadır, səbirdədir, bir-birini başa düşüb bağışlamaqdadır, bir-birini anlamaqdadır, sirlərini qorumaqdadır, tərifə layiq olan qısqanclıqdadır, ədalətdədir, ihsandadır, salih tərbiyədədir, Allahla qarşılaşmağa hazır olmaqdadır. Xoşbəxtçiliyin ünvanı bunlardır. Kim ki bundan başqa bir yerdə axtaracaqsa, vallahi xoşbəxtçiliyi tapa bilməyəcək. Biz qardaşlara daim qeyd edirik, bütün Quran-Kərimi əvvəlindən sonuna qədər oxuduğun zaman görürsən ki, Allah Azza və Cəllə xoşbəxt olanların ünvanını bir yer adlandırır. Xoşbəxt olanlar Quran-Kərimdə sadəcə bir yerdə gəlir. Və onun heç bir yerində dünya həyatının xoşbəxtçiliyi, həqiqi xoşbəxtçiliyi nisbət edilməyib. Allah Azza və Cəllə buyurur ki, فَأَمَّا الَّذ۪ينَ سُعِدُوا Xoşbəxt olanlar onlardır ki, فَفِي الْجَنَّةِ Hansılar ki, onlar cənnətdə olacaqlar. Və hansılar ki, cənnətə aparan yolda olacaqlar. Hansılar ki, o yolu tutacaqlar. Hansılar ki, onunla yaşayacaqlar. Onun üzərində nəfəslərini tükədəcəklər. Gecələrini və gündüzlərini sona yetirəcəklər.